Salam dəyərli abituriyentlər. Gəlin 2025-ci ildə imtahana düşən, bloka düşən suallardan birdən baxaq. Deməli, ABC üçbucağında, ABC üçbucağında AB 5-dir, BC 12-dir. Bu bucağı da bizə iti bucaq verib, yəni 90 dərəcədən kiçikdir. AC tərəfinə ala biləcəyi qiymətlərin sayını istəyir. Bura bir Y qoyuram. Onda bu qiymətlər, daha doğrusu bu tərəf alacaq. Y böyükdür nədən? Digər iki tərəfin fərqindən. Yəni 12 minus 5-dən. Kiçik olacaq kök hatta kvadratları cəmindən. Yəni 5-in kvadratı üstəgəl 12-nin kvadratından. İndi bu çıxsaq olacaq 7 kiçikdir, Y kiçikdir. Buradan da kök 13 çıxacaq. Deməli, üçüncü tərəf, yəni Y tərəfi alacaq 7, 13 aralığında, amma 7, 13 daxil deyil. Yəni Y bərabərdir 8, 9, 10, 11, 12. Cavab 5 də olacaq. Yəni 5 dənə qiymət alacaq.